Pasportlarda və məktəblərdə hicab qadağası ilə bağlı bir neçə çıxış etdik. Bəziləri rəylərdə uşaq qatillerini, cuhudları sevindirəcək rəylər yazırlar. Bir neçə şübhəyə cavab verirəm. Əgər bu cavablardan sonra yenə də o düşüncədə qalsalar, bil ki, onların zatında problem var. Mən 18 yaşa qədər hicabın qadağan olunmasına razıyam. Bu mənim şəxsi fikrimdir. Geyləri gətirirlər, uşaqlara tədbir keçirirlər, əxlaqsız küçə qadınları gətirirlər. Novruz bayramında, yeni ildə, uşaqlar günündə uşaqlara tədbir keçirirlər. Uşaqların mənəviyyatını, ədəbini, əxlaqını pozurlar. Buna görə niyə narahat deyirsiniz, niyə bu barədə rəy yazmırsınız, video çəkmirsiniz? İkinci məsələ, sizin şəxsi fikrinizlə İslam qabağa getmir. Sizin şəxsi fikriniz özünüzə qalsın. Əgər sizin şəxsi fikrinizlə İslam qabağa getsəydi, İslam bu günləri bu qədər əzəmətli, qüdrətli olmazdı. Şəkil çəkən cihaz hicablı xanımın simasını düzgün çərçivəyə ala bilmir. Necə olur ki, Avropada, Rusiyada, Avropanın bir çox ölkələrində belə dedi, o üz cizgiləri həmin cihaz müəyyən edə bilir. Amma Azərbaycanda edə bilmir. Necə olur, həmin ölkələrdən turistlər gəlir, hicablı turistlər. Azərbaycana daxil olurlar, onları Azərbaycana buraxırlar, pasportlarına peçatla vururlar, onlar da elə hicablı formada. Bəli, orada tanıya bilirlər, burada öz Azərbaycan xanımlarını, Azərbaycan vətəndaşlarını, Azərbaycan qızları ki, hicablıdır, o cihaz onları tanıya bilmir. Onda gedin bir dənə cihaz təşkil edin ki, hicablı xanımları düzgün tanıya bilsin, müəyyən eləyə bilsin və hicabla, pasportla şəkil verin onlara. Və sözümü də bu rəylə tamamlayırlar. Yazıblar ki, bir çox rəydə yazıblar bunu. Xoşunuz gəlmirsə, gedin İrana, Əfqanistana. Biz niyə öz ölkəmizdə bu problemi yaşamalıyıq? Halbuki müsəlman ölkəsi. Qurana and içməklə deyir ki, Qurana əməl etmək lazımdır. Bundan əlavə də sizin sözünüzdən belə çıxır ki, qeyrət, namus, iffət, həya və Qurana əməl etmək İrana, Əfqanistana aiddir. Ey deyən kəs qızına taxma hicab, azad ol. Sən bir qeyrət nə bilirsən ki, nə qeyrətdir hicab?